Değerli şagirdlər, hər vaxtınız xeyir. Verilən sualda bizdən müqayisəni soruşur. Yəni, x bizə verilib 6 kök 7, y bizə verilib 7 kök altı 6, z bizə verilib 13 kök altı 3. Ən primitiv yolu burada uşaqlar kvadrata yüksəldin. Baxın, x kvadratı tapaq, y kvadratı tapaq, z kvadratı tapaq. Yəni, x kvadrat 6 kök 7-nin kvadratı bizə lazımdır. 7 kök 6-nın kvadratı bizə lazımdır. 13 kök 3-ün kvadratı bizə lazımdır. Artıq z burada məlumdur, görünür. X kvadrat bizə nə verəcək? 6 vur 6, kök 7 vur kök 7. Tam açılışını yazıram, aydın olsun. Yəni, 36 vur 7. Böləcək, deməli, 6, 7-nin 42, 4 yadda. 21 o da 252 bu elədi. Y kvadrat bəs nə eləyəcək? 7 vur 7, kök 6-da vur kök 6. Bu da bizə verəcək, deməli, 49 vur 6. Yəni, 2 eyni kök ifadəni bir-birinə vuranda öz olur. Yəni, bunu mən kök altda 36 yazsam 6 çıxır. Və yaxud bunu kök 40, deməli, kök 49 desəm 7 çıxır. Tam aydınlığı ilə yazım ki, başa düşəsiniz. Bu bizə nə verəcək? 6, 9-un 54, 5 yadda. 6, 4-ün 24, o da 5, 294. Z kvadrat nə verir? 13 vur 13, kök 3 vur kök 3. Bu bizə 3 verir. Bu 6, bu 7. Deməli, 13, 13, 169 vurulsun 3. Bu da eləyəcək 7, deməli, 507. Və nəticə olaraq ən böyük z-dir, sonra y-dir, sonra x-dir. Və yaxud x kiçikdir, y ən böyük z-dir. Bu ikisi. Görək necə verilib bizə B bəndi.